Ağdam şəhər sakinləri uzun illərdən sonra baharın gəlişini ilk dəfə doğma yurtlarında qarşılayırlar. Novruz münasibətilə Ağdam şəhərində bayram yarmarkası təşkil edilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidenti xüsusi nümayəndəliyinin, həmçinin bərpa, tikinti və idarəetmə xidmətinin təşkilatçılığı, Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə keçirilən yarmarkada Qarabağ kətəsi, şirniyyatlar, sakinlərin əl işləri təqdim olunub. 32 ildən sonra doğma yurda qayıtmış Ağdam sakinləri yarmarkada böyük qürur və sevinclə iştirak ediblər. Bayram yarmarkası martın 21-nədək davam edəcək. Biz fəxr edirik ki, bugünkü gün biz Qarabağ torpağındayıq, yəni Ağdamdayıq, vətənimizdəyik. Neçə ildirdə uzaq düşmüşdük. İndi fəxr edirəm. Allah birinci ordumuzu qorusun. İkinci, şəhidlərimizin ruhu şad olsun. Onların qanı tökülüb bu. Qazilərimizə can sağlığı versin, şəhidlərimizin anasının ayağının altından da öpürəm, əllərindən də öpürəm. Azərbaycanda ən gözəl gün bəlkə də bu gündür. Biz fəxr edirik. O qara buludlar üstümüzdən getdi. Allah prezidentimizin canını sağ eləsin. Allah ordumuzu yenə deyirəm qorusun. Yarmarkada gördüyünüz kimi mən Cəmalə Ağdam Kəngərli kəndində məskunlaşmışam. Bu gördüyünüz şirniyyatların hamısı evdə bişmə şirniyyatlardır. Evdə bişirmişəm şirniyyatlarımızı gətirmişik bayram yarmarkasında satışa çıxarmışıq. Şəkər buradır, banandır, qoğaldır, badam buradır, mütakilərimizdir, paxlavadır, kətə şirniyyatıdır. Neçəyə tortla Paxlavamız 2 manatdır. Kətədir, mütakidir, kilo ilə kilosu 15 manatdır. Meyvə şirniyyatıdır, banan şirniyyatıdır, qoğaldır, 1 manatdır. Şəkər bura 1 manat 80 qəpikdir. Belə. Uluqbəy adına məktəbdə isə Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin iştirakı ilə bədii proqram təşkil edildi. Tədbirdə Füzuli sakinləri, şəhid ailələri, qazilər, şagirdlər iştirak etdilər. Həmçinin Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin Qarabağ Fidanlar rəqs kollektivi, Billi xoru, Kosa Keçəl, Dədə Qorqud, Bahar qız, şeir parçası, şən musiqilər yer aldı. Qarabağlarımızın bayram təbrik eləmişsə, kimi, bu təşkiləmidir. Kimlə həyləşir, buna bax. Dərman bəy, vətənpərvər qardaşımız. Xoş gəlmişsiniz, Füzulimizə xoş gəlmişsiniz. Həmişə belə gözəl günlərdə bütün xalqımızı, bütün elimizi, obamızı bayram münasibəti ilə təbrik edirəm. Bundan gözəl gün ola bilməz. Ona görə ki, elimiz, obamız gəlmişik, yığışmışıq və bir daha bütün xalqımızı bu gözəl gün münasibəti ilə, bayram münasibəti ilə, Novruz bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Hamıya can sağlığı, gözəl günlər və Allahdan arzu edirəm ki, ölkəmizdə və dünyamızda əmin-amanlıq olsun. Bu Novruz bayramı düşərli olsun ki, əmin-amanlıq olsun, sakitçilik olsun. Bir daha bayramımız mübarək olsun. Mən antiterror şəhidi Mikayılov Ülvünün anasıyam. Bayram əhval-ruhiyyəsində olmaq bizim üçün qürur verir. Ona görə ki, biz öz vətənimizdə şəhidlərimizin sayəsində varıq. Bugünkü günün təəssüratı mənim üçün qürur vericidir. Yəni, şən bir əhval-ruhiyyədəyəm. Ona görə ki, vətənimdə, Qarabağımda hər şey gözəldir. Sağ olsun prezidentimiz, sağ olsun Mehriban xanım ki, bu şəraiti bizlərə yaratdılar. Sizin bayramınızı təbrik edirəm. Biz tamaşaçılarımız üçün Novruz bayramına görə sənəm rəqsini hazırlamışıq. Sənəm rəqsində neçə nəfər? Elə bir ki, hər yerdə 2-2 yanlıq 8 nəfər oynayırıq. Həyecanlısınız? Bəli. Sizi izləməyə kimlər gəlir? Yəni cümlə kimi bunlar biraz həyecanlıyıq bizi izləməyə. Valideynlərimiz, qohumlarımız və yaxud Sumqayıtda tanış olduğumuz insanlar və tanımadığımız insanlar da gəliblər. Bayramınız mübarək. Artıq 3-cü Novruz bayramıdır ki, biz burada keçirdirik. Burada Novruz bayramı çox maraqlı keçir. Papaq atırıq, tonqal qalıyırıq. Hər çərşənbədə tonqallar qalanır və çox maraqlı olur. Maraqlıdır. Heç hansısa tonqaldan tullamısan burada, papaq atmısan və ya? Papaq atmışam. Papaq atmışıq. Tonqal da qalanıb, mən yox. Sinif yoldaşlarım, dostlarım tonqaldan atlanıb.
Kimə atmışdınız papağı? Müəllimlərimizə, sinif yoldaşlarımıza, dostlarımıza, sakinlərə. Bəli.